İrəvan, Brüssel və Moskva arasında qalıb. Ermənistanın Avropa İttifaqı ilə gündən-günə yaxınlaşması diqqətdən qaçmır. Hətta Lüksemburqla imzalanan müqavilədə də blokla bağlı müddəalar yer alıb. Belə ki, razılaşmada İrəvanın İttifaqla tərəfdaşlığının dərinləşdirilməsinə toxunulub. Lakin baş nazir Nikol Paşinyanın kabinetinin bu addımları müxalifəti hərəkətə keçirib. Rusiyaya meyl edən qüvvələr vəziyyətdən narazıdırlar. İttifaqın seçki zamanı xarici müdaxiləyə görə İrəvana kömək etmək məsələsi də qarşıdurmanı qızışdırıb. Deputat İşxan Saqatelyan prosesi Ermənistanın daxili işlərinə qarışmaq kimi qiymətləndirib. Onun sözlərinə görə, Paşinyan kabineti xalqın dəstəyini ala bilmədiyinin fərqindədir. Bu səbəbdən də onlar qərbə üz tuturlar. Saqatelyan deyib ki, hakimiyyət seçkidə bu yolla müxalifətin iştirakını neytrallaşdırmağa hazırlaşır. İrəvanda müxalifət düşünür ki, xarici müdaxilələr vasitəsilə seçicilərin iradəsinə təsir göstəriləcək. Ekspertlərin fikrincə, Avropa İttifaqı regionda maraqları olduğu üçün Ermənistanla yaxınlaşmağa çalışır. Xarici qüvvələrin, xüsusilə də Rusiyanın Ermənistana müdaxiləsi açıq şəkildə gözləniləndir. Hal-hazırda bir qədər vəziyyət sakit olmuş olsa da, seçkiyə yaxın vəziyyət tamamilə dəyişəcək. Avropa İttifaqının əsas məsələsi ümumiyyətlə Ermənistanda keçirilən seçkilərdən daha çox regionda mövcudluğunu göstərməkdir. O ki, qaldı müxalifət tərəfindən, o cümlədən Ermənistan daxilində bəzi qüvvələr tərəfindən bunun suverenliyə müdaxilə və s. kimi səsləndirilməsi aydındır ki, müxalifət hal-hazırda xarici qüvvələr, xüsusilə də Rusiya tərəfindəki bəzi qüvvələr tərəfindən, bəzi dairələr tərəfindən olunur. Ona görə də faktiki olaraq mütləq şəkildə Avropa İttifaqı ilə olan bu yaxınlaşmaya demək, narazılıqlarını bildirirlər. Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın yaxın adamı Armen Aşotyan da Paşinyan kabinetini tənqid edib. O, iqtidarın Avropa İttifaqı ilə seçkiyə dair danışıqlar apardığını deyib. Armen Aşotyan tərəflərin hibrid müharibə və ya kiber təhlükəsizlik məsələlərindən danışmadığını iddia edib. Hraparak yazır ki, Avropa İttifaqı elə özü xarici qüvvədir. Çünki Ermənistan bloka üzv deyil. Nəşr iddia edir ki, Nikol Paşinyan xarici müdaxilə deyəndə Avrasiya İqtisadi Birliyi və onun simasında Rusiyanı nəzərdə tutur. Onun bu yolla ittifaq hesabına yenidən seçilmək arzusunda olduğu bildirilir. Belə olan halda isə Paşinyanın özünün xarici qüvvənin agenti sayıldığı düşünülə bilər. Nəşrin məlumatına görə Nikol Paşinyan 2018-ci ildə atdığı addımları təkrarlayır. O, yenidən xarici qüvvələrin təsiri ilə seçilməyə çalışır. Rusiyanı dəstəkləyən qüvvələr yaxşı bilir ki, Avropa İttifaqının məhz informasiya segmentində kifayət qədər gücü, təsir imkanları var və bu da Paşinyanı bir addım öndə göstərən amildir. Rusiyanın da öz daxilində olan qüvvələri hərəkətə gətirməsi müşahidə oluna bilər. Seçki qabağı kənar geosiyasi mərkəzlərin Ermənistanın daxili işlərə qarışmasına nəticə verəcəkdir. Avropa İttifaqının Ermənistana dəstəyi təkcə bununla bitmir. Blok seçkidən əvvəl İrəvana 12 milyon avro ayırmağa hazır olduğunu bildirib. Vəsaitlərin, xarici məlumatların manipulyasiyası, müdaxilə ilə mübarizə və kiber təhlükəsizliyi gücləndirmək üçün yönəldilməsi nəzərdə tutulur. Müxalifət iddia edir ki, Avropa İttifaqı Paşinyana xalqın səsini boğmağa kömək edəcək. Analitiklərin fikrincə, İttifaq bölgədə dayaqlarını gücləndirmək niyyətindədir. Bu səbəbdən İrəvanın blokdan istəkləri həyata keçiriləcək. Eyni zamanda Zəngəzur dəhlizinin açılması ilə Amerika Birləşmiş Ştatlarının regiondakı varlığı ittifaqın diqqətini çəkir. Birliyin Cənubi Qafqazdakı maraqları səbəbindən Ermənistana seçki zamanı hər yolla kömək edəcəyi gözlənilir.